Salam əziz abituriyentlər, bugün sizlərlə bir yerdə qəbul imtahanına düşmüş belə bir sualın izahına baxacağıq. Şərtdə deyilir ki, cismin vakuumdakı çəkisi P0-dır. Biz bilirik ki, cismin vakuumdakı çəkisi hansı ki P0 bərabərdir mg cisim vuraq J-dir. Yəni ağırlıq qüvvəsinə bərabərdir. Həmçinin sıxlığın düsturunu bilirik ki, cismin sıxlığını tapanda cismin kütləsini bölməliyik cismin həcminə, yəni rho cisim bərabərdir mg cisim bölək v cisimdir. Buradan cismin kütləsini mg cismi tapsaq olacaq rho cisim vuraq v cisim. Gətirib yerinə yazıram burada. Olacaq onda rho cisim v cisim vuraq j. Sonrasında şərtdə davamında deyir ki, sıxlığı cismin sıxlığından 3 dəfə kiçik olan mayedə. Deməli bizim mayemizin sıxlığı cismin sıxlığından 3 dəfə kiçikdir. Onda yazacağıq ki, rho maye bərabərdir rho cisim bölək 3. Gördüyünüz kimi mayemizin sıxlığı cismin sıxlığından 3 dəfə kiçikdir. 3 dəfə kiçik dediyi üçün 3-ə bölürük. Böyük desəydi 3-ə vuracaqdınız. Buradan cismin sıxlığını rho cismi tapsaq 3 vuraq rho maye olacaq. Və bizdən cismin fikir versəz mayedəki çəkisini soruşur. Onun mayedə çəkisi nəyə bərabərdir? Bu sual verilir. Cismin mayedəki çəkisi Pm cismin havadakı çəkisindən, vakuumdakı çəkisinin Arximed qüvvəsi qədər azdır. Yəni P0 çıxaq F Arximedə bərabərdir. P0-ın əvəzinə yazıram rho cisim, v cisim, j. Hansı ki yuxarıda bu düsturu yazmışdıq. Həmçinin Arximed qüvvəsinin biz düsturunu bilirik ki, F Arximed bərabərdir rho maye J v cisimdir. Cisim maye tam batarsa. Bu zaman gətirib bunu da burada yerinə yazsaq olacaq rho maye J v cisim. Buradan J v cisim hasilini ortaq çıxardıram. J vuraq v cisim. Qaldı rho cisim çıxaq rho maye mötərizə içərisində. İndi hansı ki P0-ı PM-ə bölürəm. Gətirək düsturları yerinə yazaq. Bax, rho cisim v cisim j yazıram P0-ın yerinə. Olacaq rho cisim v cisim j bölək. PM-in yerinə isə ən sonda aldığım j v cisim vuraq, rho cisim çıxaq, rho mayeni yazıram. Gördüyünüz kimi j v cisimlər ixtisar gedir. Qalır rho cisim bölək, rho cisim çıxaq, rho maye. Artıq bax buradan rho cismin yerinə 3 rho mayeni yazmış olacam artıq. Rho cismin yerinə 3 rho maye yazıram. Məxrəcdə yenə 3 rho maye çıxaq, rho maye olacaq. Deməli, P0 bölək Pm bərabərdir 3 rho maye bölək 3 rho maye çıxaq 3 rho maye. Baxın burada məxrəcdə mənə verəcək 2 rho maye. Bunu da buraya yazırıq. Rho mayelər ixtisar gedir. Buradan Pm'i tapsaq 2 P0 bölək 3 olacaq. Deməli, cavabımız oldu 2 P0 bölək 3 A bəndi.